Mülk sahibinin hak ve yükümlülükleri. Konut idaresine veya kısaca ORT'ya hoş geldiniz. Bu videoda mülk sahibinin hak ve yükümlülüklerini izleyeceğiz. Mülk sahipləri kiralık konaklama təsislərinin tutanağını yaxından incələməlidir. Bu belgə kiracıları güvənli və yaşam üçün yararlı yerdə olmaq, mülk sahiblərinə isə işlə uğraşmaq və yatırımlarını koruma haqqı verir. Mülk sahibləri kiracılara istədiyi zaman mövcud iletişim bilgilərini verməkdən sorumludurlar. Böyləcə kiracılar zorunluluq halında mülk sahibləri ilə iletişimə keçə bilirlər. Yasalar gərəyi alan dışında yaşayan mülk sahiblərinin ya Saskatchevanda iş yeri adresi olmalı, ya da Saskatchevanda yaşayan təmsilçi belirlənməlidir. Yerləşik olmayan mülk sahibləri vəkalətnamə formunu dolduraraq təmsilçi olaraqdan belirləyə bilirlər. Bu forma bizim web sitemizdən ulaşa bilirsiniz. Mülk kirası işdir. Kiraya verilən konaklama təsisləri tutanağına görə mülk sahibləri hər bir kiraya görə doğru kitabçığı və notları tutmalıdır. Dosya sistemi yönetimi mülk sahibinin kəndi haqlarını və mülk dəyərinin korunması açısından ən iyi yöntəmdir. Kiracı araması zamanı mülk sahiblərinin başvuru üçün ödəmə almalarına izin yoxdur. Buna rağmen kiracı seçildikdən və kira sözləşməsi imzalandıktan sonra mülk sahibinin kiracıdan bir aylıq kira haqqını aşmayacaq şəkildə təminat və depozito talep etmə haqqı vardır. Mülk sahibi kiranın ilk gündən etibarən kiracılara anahtarları vermək zorundadır. Kira sürəsincə mülk sahibi və kiracının hər iki tərəfin rızası olmadan heç kimsə kilitləri dəyişdirəməz. Mülk sahibinin üzərinə düşən ən böyük sorumluluq kiracılara iqamət etmələri üçün təmiz və güvənli yer sağlamaqdır. Buraya mülkün yararlı olmasını sağlamaq amacı ilə dairəyə taşınmadan öncə və dairədən çıxdıqdan sonraki denetimlər və kira sürəsincə zararlı böcəklərlə mücadilə və tadilat çalışmaları ilə uğraşmaq kimi etkinliklər də dahildir. Kiranın sonunda mülk sahibi təminat və depozitonun iadəsindən sorumludur. Fakat aynı zamanda kiracıya gərəkdiyi kimi bilgi verdikləri takdirdə zararın bir qismini və ya tümünü tutma haqqına sahibdir. Kiracı və ya mülk sahibi olmasanız belə, kiraya verilən konaklama təsisləri üzrə tutanağın yasaları haqqında bilgili olmalısınız. Kəndi haqq və yükümlülüklərinizi bilmək hər kəs üçün kiralama sürəcini kolaylaşdırır. Detaylı bilgi üçün www.saskatchewan.ca/ort internet sitemizi ziyarət edə bilirsiniz.